Reallıq TV bildirir ki, RTV-də yayımlanan çərçivədən kənar verilişində qonaq olan Vəfa qalmaqallı açıqlamalar verir. İfaçı bayağı adlandırılmasından danışır. Mənim sənətimə, oxuduğuma, janrıma, çörək qazandığım sahəyə bayağı deyən qələt edir. Başını daşdan daşa döyür. Heç kim bir insana o tərzdə təhqir edə bilməz. Mən oradan çörək qazanıram, ailəmə çörək gətirirəm və neçə ailə dolandırıram. Belə çıxır ki, hamı bayağıdır, ay ərzində 20 toya gedirəm. Orada 300-500 adam olur. Onu bir il üçün hesablayanda il ərzində nə qədərə gəlib çıxır? Siz bu qədər insana necə bayağı deyə bilərsiniz? Sizə bayağı desələr nə deyərsiniz? Təhqir sayarsınız? Bunu özümə də, tamaşaçıma da, ailəmə də təhqir sayıram. Reallıq TV Vəfa Şərifovanın həmin fikirlərini təqdim edir. Ümumiyyətlə, mənim sənətimə, mənim oxuduğuma, mənim janrıma, mənim çörək qazandığım bu sahəyə bayağı deyən kimliyindən asılı olmayaraq o insan qələt eləyir, başını da daşdan daşa döyür. Yəni heç kim bir insanı o tərzdə təhqir eləyə bilməz. O sözü heç kim Sən bayağısan desə kimsə, siz onu təhqir sayarsınız. Əlbəttə təhqir sayıram. Mən oradan çörək qazanıram. Mən oradan ailəmə çörək gətirirəm və neçə ailələr dolandırıram. Siz mənim qazancıma, siz insanlara, siz yəni onlar hamı bayağıdır da belə çıxır ki, mən ay ərzində 20 dənə toya gedirəm və o toyda nə bilim mən bir 300-500 adam olur. Bunu da vuranda gör nə qədər. Bunlar hamısı bayağıdırlar. İl ərzində görün hara gəlir çıxır bu. Siz bu qədər insana necə bayağı deyə bilərsiniz? Sizə bu ixtiyarı kim verib ki, bu xalqı təhqir eləyirsiniz çıxıb? Təhqirdir də. Sizə bayağı desələr nə deyərsiniz? Təhqir sayarsınız da özünüzə. Yəni bunu mən özümə də, tamaşaçıma da, ailəmə də, hamıya təhqir sayıram və yenidən təkrar edirəm, qələt edirsiniz.